Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı Fəraz Quliyevdir. Fəraz müəllim, xoş gəlmisiniz. Xoş gördük. Fəraz müəllim, son vaxtlar regionda bir qarışıqlıq hökm sürür. Bilmirəm, mətbuat belə yazır, yoxsa politoloqlar belə fikir səsləndirir, amma görünən ondan ibarətdir, həqiqətən də bir çalxalanma müşahidə edilməkdədir. Bunun günahkarı Ermənistan olduğunu demək olarmı müəyyən? Çünki Ermənistan son vaxtlar sərhəddə iri miqyaslı bir qoşun yerləşdirir, çəngəllər qazır, kameralar yerləşdirir və bu baxımdan sualın yenidən təkrarlanıcılıq olmasın, Ermənistan olduğunu demək olarmı? Bölgədə vəziyyət sabit deyildi zaten. Yəni, bəzi məqamlarda görünən, bəzi məqamlarda görünməyən gərginlik var idi. Və bizim 44 günlük müharibədən sonra təbii ki, bir çox qüvvələr indiki status quo-nu qəbul eləmək istəmirdilər. Onlara sərf eləmirdi. Yəni, indiki vəziyyətdə kənarda afsayda qalan qüvvələr bir formada regiona qayıtmaq üçün müxtəlif reseptlər düşünürdülər və əlbəttə ki, burada təsir imkanları Azərbaycana yox dərəcəsində olduğu üçün, Azərbaycan heç kimin maşası olmadığından, müstəqil siyasət yürütdüyündən və son zamanlarda Türk Dövlətlər Təşkilatında möhkəm yeri olduğundan, yeni bir güc mərkəzində öz mövqeyini müəyyənləşdirdiyindən onlar Ermənistandan istifadə eləmək üslubunu əl atdılar. Təbii ki, Ermənistan həmişə maşa olubdur. Zaten əvvəl Rusiyanın, indi qərbə meyllənir və ona görə Ermənistan əli ilə bölgədə yeni bir situasiya yaratmağa çalışırlar. Amma söhbət nədən gedir? Burada məsələ daha çox Ermənistan istəklərindən yox, Ermənistan üzərindən bölgədə mövcud olanların istəyindən gedir. Məncə, savaş Ermənistanın savaşı deyil. Burada savaş böyük güclərin bölgədə təsir imkanlarını bərpa eləmək istəyinə bağlıdır. Baxın, son zamanlar atəşkəs əməl olunurdu. Uzun müddət sərhəddə bir gərginlik yox idi. Amma yenidən bu məsələləri qızışdırmaq üçün müxtəlif versiyalarla müdaxilə elədilər. İlkin olaraqdan dövrüyə onu buraxırdılar ki, Azərbaycan Zəngəzur dəhlizini götürmək istəyir. Ermənistan ərazilərində Ermənistandan çıxmaq istəyir. Müxtəlif bəyanatlar, qətnamələr qəbul elədilər və s. İndi isə Ermənistanın ordu yığması, sərhəddə hərəkətli eləməsi də məhz ona bağlıdır. Xüsusən də son vaxtlar Naxçıvan ərazisinə atəş açılması da xüsusi qeyd olunmalıdır. Çünki buradan aydın olur ki, Ermənistan sərhəddə gərginlikdən maraqlı idi. Amma Ermənistanın dərinliyinə təsir eləməyəcək səviyyədə təxribatlarda maraqlı idi. Bu təxribatların məqsədi Ermənistana qərb dövlətlərinin, yeni ağalarının hərbi formada mövcudluğunu təmin etmək üçün bir alibi yaratmaqdır. Ki, bir əsas yaratsınlar ki, sizə ehtiyac vardır. Amma sual çıxa bilər ki, bunu niyə Naxçıvan ərazisində edirlər, başqa bir yerdə eləmirlər. Tutaq ki, biz 4 kəndi almağımız legitim hüququmuzdur. Orada bunu eləsələr, Azərbaycan müəyyən tədbirlər görsə və eskalasiya olandan sonra 4 kəndimizi azad eləsə, bu bizim hüququmuzdur, legitim hüququmuzdur və torpaqlarımızı azad olunmaz kimi də tövsif olunacaqdır. Ona görə bunlar nə edirlər? Bunlar elə bir ərazidə təxribat törədirlər ki, Azərbaycan Ermənistana müdaxilə etdi kimi bir fikir ortaya çıxsın. Yəni, Azərbaycan təhrik eləsinlər ki, Azərbaycan, məsələn, Naxçıvan ərazisinin Ermənistan ərazisinə girsin. Bir hadisə orada baş versin və qərb dövlətlərinin də hərbi qüvvələrin burada cəlb eləsinlər. Burada əslində qərb dövlətlərinin burada mövcud olan mülki missiyası tədricən hərbi missiyaya çevrildi. Çoxdan da artıq fransızların hərbçiləri gəlmişdi, təlimlər keçirdilər. Burada artıq Amerikanlar təlimlər keçməyə başlayırlar ermənilərə. Açıq şəkildə Ermənistan ordusunu yenidən formalaşdırmaq, islahatlar aparmaq adı altında müəyyən işlər görürlər, silah-sursat verirlər zaten. Düzdür, bunun altyapısında başqa bir şey də yəni əslində. Paşinyan və onun hakimiyyəti Rusiyadan qırılmaq üçün müəyyən addımlar atıbdır, real addımlar atıb atmaqda davam edir. Gözləyirlər ki, Rusiyadan sərt cavab ola bilərsə, ən azından iki şeyi həll eləsinlər. Birinci, Ermənistanda hakimiyyət çevrilişi olmasın, ikinci, Paşinyanın fiziki sağlamlığını, mövcudluğunu qoruya bilsinlər. Ona görə hərbi qüvvələrin həmən burada
gətirmək, yığmaq, saxlamaq ehtiyacı yaranıbdır. Bunu Azərbaycan adı altında Azərbaycan hücum elədi, biz də qüvvələr gətirdik kimi istəyirlər bunu təqdim eləsin. Yəni, məsələn, kökündə əslində budur. Amma qlobal mənada Ermənistanın Rusiyadan alınıb Qərbin avuçunda olması projesi var. Bu istək vardı təbii ki. Və bayaq dediyimiz kimi Amerikanın, qərb dövlətlərinin bu çox ciddi strateji yol olan 3-cü yolda mövcudluğu məsələsində düşünürlər və fikirləşirlər ki, hansı formada olursa olsun post-Rusiya dönəmi olacaqdır və post-Rusiya dönəmində də bu bölgədə kimlər mövcud olacaqdır. Azərbaycan bayaq dediyimiz kimi mövqeyi aydındır. Azərbaycan müstəqil gücdür, müstəqil dövlətdir, müstəqil siyasəti vardır. Gürcüstan mövqeyi aydın idi. Ermənistan üstündə gedən savaş əslində bölgədə gedən savaşdır. Qafqazlarda Rusiyanı sıxışdırmaq və qərb dövlətlərinin burada mövcud olması. Xüsusən də başqa bir rəqabət də var ki, bu orta yol, İpək yolunda kimin dominant olduğunu eləmək istəyirlər. Uzadırlar sülh müqaviləsini. Ermənistan hər dəfə sülh müqaviləsinə yaxınlaşır. Yaxınlaşdığı anda yeni bir məsələlər çıxarırlar ortaya. Çünki sülh müqaviləsinin indiki anda olması bölgədə sabitlik və sabitlik olarsa da vasitəçilərin ehtiyac olmamasını artıq ortaya qoyacaq. Bu aydın üzr istəyirəm. Dünən və bugün səhər mən baxdım Rusiya mətbuatına, eləcə də Gürcüstan mətbuatında belə bir fikir rast gəldim ki, Ermənistan aprelin 24-də olan qondarma soyqırım günü Azərbaycana hücum edəcək. Deməli, yəni siz Ermənistanın belə bir gücü varmı ki, bilirik ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan ordusu tamamilə darmadağın edilib və qalıqlar yalnız mövcuddur. Bu da faktdır. Belə bir məğlub ordu, belə ordu 24 apreldə Azərbaycana doğrudan hücum edə bilər. İndi müxtəlif fikirlər səslənə Paşinyan özü tərəfindən müəyyən mülayim bəyanatlar verilməsi nöqtədaydı. Son vaxtlara qədər daha çox mülayim bəyanatlarla çıxış edirdi. Göründüyü qədər ağalar onu təhrik edirlər ki, belə bu cür müəyyən məsələlər ictimai rəyi dəyişmək üçün və yaxud da rahatlatmaq üçün deyilsin. Əslində Ermənistandakı revanşist qüvvələrin istəkləri ki var, onlar bizim o 4 kəndimiz ki qaytarılması, əslində 7 kənd qaytarılmalıdır. 4-ü sərhəd kəndi olduğundan eksklav deyil. Bir də Kərki 8. Təbii, mən o Toz bölgəsində, Qazax bölgəsində... İrəliyən dəqiqələrdə o kətlərlə bağlı mənim də özəl məlumatlarım var. Onları tamaşaçılarımızla bölüşəcəm. Onlarla bağlı ki, fikir vardı. Bilirsiniz, burada nələr baş verdi? Ora bir güya yürüyüş elədilər, orada terrorçular qruplaşmalar yaratmağa başladılar, hətta güya səngər qazırlar, müqamət göstəricilər falan. Bunlar Azərbaycan əraziləridirlər. Və Paşinyan da gedib onları başlamaya çalışdı ki, Tavuşda əgər biz bu kəndləri qaytarmasaq, Azərbaycan bunu zorla alacaqdır. Çünki hələ tarixi məsələləri qoyaq kənara. 10 noyabr sazişində belə işğal olmuş ərazilərin azad olunması şərti var. Bizim ərazilərimiz işğal olunubdur və işğaldan azad olunmalıdır. Bu heç mübahisə predmeti deyil. Ona görə indi o revanşist qüvvələri biraz bəlkə sakitləşdirmək üçün, vaxt qazanmaq üçün 24 apreldə biz hücum edəcək kimi bir şey dövrəyə buraxa bilərlər. Ayın 5-də bunlar görüşürlər. Amerikanlar... Niyə məhz 24 apreli belə onlar... Onlar üçün xüsusi bir gün sayılır bu gün. Yəni, biraz o duyğularıyla erməni cəmiyyətinin duyğusunu istismar eləməklə dövrəyə belə bir fikir çıxarmaq, biraz sakitçilik əldə eləmək, vaxt qazanmaq, ayın 5-dəki bu görüşdən sonra ki, Avropa İttifaqı, Amerika və ermənilər bu formatda bir görüş keçirəcəklər. Orada da müəyyən nəticələri müzakirə eləmək. Və güya biz çox möhkəm dayanmışıq, heç yeri qaytarmaq düşüncəsində deyilik. Bizim əhval-ruhiyyəmiz elə siz deyən kimidir. Ola bilər bəzi informasiyalar var ki, revanşist qüvvələrin müəyyən hərəkətləri ola bilər. Düşünürlər ki, tutaq ki, 5-dən sonra erməni revanşist qüvvələri bəlkə mitinglər ona əgər qarışarsa, hərbi qolda qarışarsa, hərbi siyasi təpkiləri artıra bilərlər. Bunu profilaktik olaraq bu cəmiyyətdə istibarəyi dəyişmək üçün dövrəyə buraxa bilərlər. Reallıqda isə siz də demişkən, erməni silahlı qüvvələrinin, Ermənistan ordusunun Azərbaycanın hər dildə danışmaq imkanları yoxdur. Yəni, hücum edə bilər, amma alacağı cavabı bilir. Yəni, Ermənistan dövlətinin özü varlığı sual altına düşə bilər. Çünki artıq Azərbaycan əgər hücum olacaqsa, Azərbaycan özünün
hüquqlarını, özünü müdafiə etmə hüquqlarından istifadə edərəkdən daha ciddi zərbələr vura bilər. Bu 44 günlük müharibədə ərazilərimiz təmizlədik, başqa məsələ idi. Amma indi kənardan bir dövlət Azərbaycana hücum edirsə, onun paytaxtında belə artıq kapitulyasiya aktını bağlamağa məcbur edə bilərik biz onları. Yaxşı, Fərzan, o deyirsə ki, Ermənistan hücum edə bilər, siz də təsdiqləyirsiniz. O nəyə güvənir, nəyə arxalanır, hansı qüvvəsinə bu güvənib belə bir ağılsız Mən informasiyanı əsaslandırdım ki, nəyə görə buraxa bilərlər. Bunlar ictimai rəy ilə oynayırlar böyük ehtimalla və daxildəki bəzi revanşist qüvvələri sakitləşdirmək ki, biz hərbi yoldan imtina etməmişik, biz fərqli danışacağıq. Bir başqa bir fikir də vardı. Bu yaxınlarda onların belə bir fikri vardı ki, bizə bir il yarım vaxt lazımdır və bu il yarımdan sonra biz türklərlə, yəni Türkiyə və Azərbaycanla başqa dildə danışacağıq. Belə bu cür bunların hərdən özünə müştəbihlikləri ortaya çıxır. Amma reallıq nədən ibarətdir? Sağlam cəmiyyət, Ermənistanın sağlam düşünənləri özlərinin nəfinə düşünərək Azərbaycan və Türkiyə ilə düşmənçiliyin qətiyyən onlara sərf eləmədiyi, hətta açılımlarda maraqlı olduğunu ifadə edirlər. Onlar, məsəl üçün, xatırlayıram ki, bir vaxtları Ermənistanda rəhbərliyindən birindən belə bir ifadə işlənmişdi ki, Rusiya bu məsələlərdə əgər Ermənistana yanacaq satmazsa, biz Azərbaycanla sülh müqaviləsindən sonra yanacağı Azərbaycandan ala bilərik. Hətta bu qədər. Hətta qaz deyirlər, ala bilərik. Ala bilərik. Yəni, onlar bütün bu o ziqzaqlar içərisində bəzi fərqli bəyanatlar da verirlər. Sülhə hazırıq, sülhün detalları işlənibdir, biz sülh istəyirik, biz savaş istəmirik, biz Azərbaycan əraziləri olan yerlər iddiamız yoxdur. Bizim 29,9 kvadrat kilometr ərazimizdən başqa heç bir ərazimizə aidiyyatı yoxdur. Paşinyan əlində Ermənistanın o maketini, xəritə maketini gəzdirərək Tavuşda göstərir ki, bu kətdə bizə aid deyil. Bu yanaşmalar da vardı. İndi mətbuatda gedən o fikir ciddiyə alınmasının mən tərəfdarı deyiləm. O ciddi fikir kimi səslənə bilməz təbii ki. Hocam, ola bilərmi ki, bir növdə Ermənistanla Rusiya arasında hansısa bir formada razılaşma olsun ki, indi qərbi qoyaq kənara da, indi şübhələrimi, ehtimallarımı dilə gətirirəm ki, indi KTM belə mənasız bir qurum kimi dayanıb, Rusiyanın təsiri altında da Ermənistan orada fəaliyyətini dayandırıb. Azərbaycan Ermənistan doğrudan hücum edərsə və qarşılığında Azərbaycan özünün müdafiə tədbirlərini həyata keçirib Ermənistanın bir sıra ərazilərini işğal edərsə, bu halda artıq Ermənistan güddüyü o planını, məkirli planının həyata keçirilməsinə nail olar. Yəni KTM-ti doğrudan da bir fəaliyyətə keçib Azərbaycana qarşı hansısa bir müharibədə iştirakçı ola bilər. Yəni Ermənistan belə bir planlaşdıra bilərmi? İnanmıram. Ermənistan vizyonu artıq qərbə yönümlü bir siyasət yürütmək və Rusiyadan qırılmaqdır. Bunu açıq şəkildə ortaya qoyurlar. Artıq zaman qoydular sərhədçilərin çıxmaqla bağlı. Zvatnosdan avqust ayında çıxmaq məsələsi qoyubdular. Başqa sərhəd bölgələrində boşaldacaqlar yəqin ki, böyük ehtimalla. KTBT münasibətləri tam şəkildə fəaliyyətdən dayandırıblar KTBT-də. Hətta bunu Rusiya tərəfdən Lavrov səviyyəsində, Peskov səviyyəsində, Zakharova səviyyəsində də bu məsələyə münasibət bildirilibdir. Mən inanmıram ki, bu məsələdə o model, o resept, o davranış nəzərdə tutulsun. Üstəlik də Rusiyanın Ermənistan arasında ciddi bir bu dəqiqə gərginlik vardır. Rusiya başa düşür ki, onun süni şəkildə yaratdığı bu dövlətçilik, bu element, bu layihə artıq onun özünün əleyhinə işləməyə başlayıbdır. Onu ya özünə tabe elətdirmək istəyir, ya da ləğv elətdirmək istəyir. İndi əlində olan təsir rıçaqlarının hamısını istifadə eləməsə də artıq onun mesajlarını verir ki, bu məsələlərdə fərqli addımlar atıla bilər. Mən hesab eləmirəm ki, bu KTMT-yə qaçsınlar. Üstəlik də Azərbaycan kimdənsə çəkilib Ermənistan hücum edəcəksə, cavab verməyəcək kimi düşüncə də kimsə tərəfindən olacaqsa, bu yanlış düşüncə olar. Zaten xatırlayırsınızsa, son təxribatların birisində Ermənistan ərazisindən Azərbaycana ağır silahlarla vurduqlarına görə Azərbaycan Ermənistan ərazisində olan döyüş nöqtələrini susturdu, məhv elədi, sıradan çıxardı. Bu bizim legitim hüququmuzdur. Yəni Azərbaycan ərazisinə hər hansı bir zərər verirsə bir yerdə, harda olmasının, hansı dərinlikdə olmasından sonra o sıradan çıxaracaq. Bunu ölkə prezidenti, Ali Baş Komandan da bunu bir neçə dəfə ifadə edibdir. Üstəlik də, məsələn, Türkiyə modeli var, təcrübəsi var. Türkiyə bir 30 kilometrlik bir bufer zona yaradıbdır. O, hansı ki, Türkiyə
terroristlər zərbə vura bilərlər, atəş aça bilərlər falan. Türkiyə qüvvələri yerləşibdir orada. Müəyyən əməliyyatların sonucu olaraq Zeytun budağı əməliyyatı olsun, başqa əməliyyatlar nəticəsində. Günün birində hətta Azərbaycan məcbur olarsa, o zolağı belə yaradar. Çünki oradan əgər Azərbaycana təhdid varsa, Azərbaycan əhalisinə təhdid varsa, ərazimizə atəş açılırsa, o atəş nöqtələrinin Azərbaycan çatmaması üçün də əməliyyatı keçirə bilər və KTVT qarşı bilməz. Bu bizim hüququmuzdur və o misalı ona görə çəkdim ki, bir vaxt Ermənistan ərazisinin atılan atəşlərə cavab verilibdir, KTVT qarışmadı. Ona görə mən inanmıram, KTVT ilə bağlı olaraqdan bir məsələlər olsun. Sadəcə olaraq burada o kiçik çaplı deyək ki, təxribatların məqsədi Qərb dövlətlərinin yeni ağalarının Ermənistana hərbi mundirdə gəlməsinin təmin edilməsi üçün əsas yaratmaqdır. Ki biz ona əsas yaradırıq ki, siz gələsi bura ehtiyac var, sizə ehtiyacı var deyən bir əsas yaratmaqdır. Bunu Rusiya da anlayır. Rəsmi bəyanatlarda oldu ki, Qərb dövlətləri Ermənistanı almaq istəyirlər bizim əlimizdən, bizi Qafqazlardan çıxarmaq istəyirlər. Ermənistanda hərbi cəhətdən yerləşmək istəyirlər. NATO-nun burada ayağını bura qoymaq istəyirlər kimi açıq mətnlə də çıxışlar oldu. Ona görə mən KTVT-nin bu məsələlərə qarşılığını gözləmirəm. Hətta kim qarşısa qarşısın, Azərbaycanın duruşu bu olmalıdır ki, əgər hər hansı bir dövlət, Ermənistan bir başqası, Azərbaycan ərazisinə müdaxilə edəcəksə, sərt cavab alacaqdır. Bunun dövlətin böyüklüyünə, kiçiliyinə asılı yoxdur. Bunu xatırlayırsa, ölkə prezidenti bir dəfə də Araz kənarında halobu tumarlə dedi ki, biz istənilən dövlətin qarşısında dayanmağa hazırıq, gücündən asılı olmayaraq. Yəni, elə məsələlər var ki, orada seçim eləmirsə, bu böyük də savaşın, bu kiçikdir, bundan savaşın falan olmur ki, sən ölkəmə gəliblərsə, sonuna qədər savaşmaq məcburiyyəti yaranır. Biz müdafiə olunan tərəfik, biz hücum eləmirik heç kim, amma ərazilərimizə də, suverenliyimizə də kimisə xələl gətirməsi imkan verməyik. Bunu Moskva da bilir və hesab edirəm ki, o Ermənistan-Rusiya münasibətlərinin indiki vəziyyətində, yaxud da Qərb və Ermənistan münasibətlərindəki nə şərait yaradırsa yaransın, Azərbaycan o şəraitdə ölkə çıxarlarımıza uyğun olaraq davranış ortaya qoyacaqdır. Bizim üçün maraqlı deyil. Ermənistan kimin qucağına gedir, Ermənistanda hansı qüvvə olacaqdır, kim çıxacaqdır, kim qalıb. Bizi bu maraqlandırmır. Bizim yol xəritəmiz vardır. Biz sərhədlərimizin delimitasiya demarkasiyasında maraqlıyıq. İşğalda olan kəndlərimizin geri qaytarılmasında maraqlıyıq. 10 noyabr sazişində göstərildi ki, biz Zəngəzur dəhlizinin açılmasında maraqlıyıq və ölkədə sabitlik üçün də əlimizdən gələni eləyirik. Qalan kim nə oyun çıxarırsa, keçirirsə, biz o məsələlərdə təbii ki, element olmayacaq. Özmən, bu dəqiqələrdə aldığımız məlumata görə ermənilər, yəni erməni telegram kanallarında yayılanlara əsasən deyirəm, basar keçərək Curuz, Qafan, Qarakilsə ərazisində əhalinin kütləvi şəkildə köçürülməsinə başlayıb. Əhalinin belə çıxarılması nə anlam yaradır? Yenə deyirəm, mən Ermənistanın total şəkildə bizə qarşı müharibə edəcək düşüncəsində olacağını heç yaxın buraxmıram. Yenə deyirəm, təxribatlar ola bilər, atışmalar ola bilər sərhəddə. Amma bunun Ermənistanın dərinliyinə gedəcək səviyyəti olmasından maraqlı ola bilməz. Çünki çox həssas bir vəziyyət yaranıbdır orada. Əgər Azərbaycan da bu vəziyyətdə, Ermənistan belə vəziyyətdə növbəti zərbəsini vurarsa, erməni dövlətçiliyi təbii ki, sual altına düşəcəkdir. Amma bəlkə oraya yenə də formalaşdırır ki, sərhəddə gərginlik var, onu imitasiya eləməyə çalışır. Azərbaycan hücum eləməyə hazırlaşır. Azərbaycan artıq bizim bəzi, hətta belə bir bəyanatlar verirlər ki, Azərbaycan işğal elədiyi yerlər var Ermənistan arasında, çıxsın oradan. Qərb dövlətləri tərəfindən, təsisatlar tərəfindən bəyanatlarında belə müddəalar var idi. Amma gətirib də adamlar qoyubdular, bu müşahidəçilər qoyubdular, güya sərhəddə, amma sərhəddə yoxdur. Şərti sərhəd vardı, çünki sərhəd delimitasiya, demarkasiya olunmuyubdur. Yəni, bilinmir ki, burada hansı, kim harada durmalıdır, sərhədə gələnlər özləri də riskli davranırlar. Fransızlar, Amerikanlar gəlib sərhəd dedikləri yerdə olacaqlarsa, Azərbaycan orada ilə tuta bilər ki, sən ərazimə girmişsən sən mənim. Hələ sərhəd mənləşmir, bura mənim ərazim salır. Necə ki, məsələn, M2 yolu çəkmişlər onlar Mehridən, İrandan yuxarıya qalxan o M2 yolunda. O 20 kilometr gərək yolun 9 kilometri bizim ərazimizdən keçirdi. Biz indi orada gömrük postları qoymuşuq və İrandan da, Ermənistandan da gömrük haqqı götürürük. Və yaxud da başqa kəndlərimizdə bizim işğal olunmuş Qazağın 7 kəndində keçən yollar vardı. Müəyyən yerlərə giriblər. İndi narahatları budur ki, qaz kəmərləri var orada çəkiblər.
nə bilim, su xəttləri çəkiblər, elektrik xəttləri çəkiblər. Onlardan xahiş edən yoxdur ki, işğal etdiyi yerlərdən bizim ərazimizdən bunlar keçsinlər və onların narahatlığını keçsinlər. O mənada söhbət ondan gedir ki, bu vəziyyətdən gedir. Şimdi Azərbaycan tərəfi ki, belə ittiham edirlər ki, müşahidə edirik, Azərbaycan tərəfindən fəallaşma vardı, Azərbaycan hücum edəcəkdir. Bunu imitasiya edirlər və xatırlayırsa, hətta Amerikanların Blinken səviyyəsində bir vaxt deyilmiş ki, Azərbaycan Zəngəzur götürmək istəyir. Biz Azərbaycan tərəfindən təkliflər oldu. Yazı Blinken'də hətta o səviyyədə Joseph Biden'də belə fikirlər səslənir. Amma Azərbaycan belə bir fikri olmayıbdı və indinin özündə də Azərbaycan haqqında dəfələrlə Azərbaycana təhrik edilir. Bayaq indi siz təhribatlardan danışdınız. Müxtəlif bölgələrdə son vaxtlarda Naxçıvanda o cür təhrik edici hərəkətlər var ki, Azərbaycan çəkmək istəyirlər ki, Azərbaycan bir onların arasında girsin ki, əsas yaransın. Mən qərb dövlətlərini çağırdım. KTBT qarışmır, bizim müdafiədə yoxdur, gücümüz yoxdur, biz məcburuq ki, qərb dövlətlərin hərbi qüvvəsini bura gətirik. Hərbi qüvvəni gətirmək məqsədidir. Əsas məqsədi arxasında isə Paşinyan rejimini və Paşinyanı qorumaq dayanır. Çünki Ermənistanda olan qüvvələrin özünə Paşinyan güvənmir. Bilmir ki, onlar sabah necə davrana bilərlər, bilirsiniz. Kontrol edə bilmir. Onların bir terror təşkilatı vardı. 4 nəfərini biz infaz elədik. Sərhəddə təxribat törətmişdi. Döyüş qardaşları deyilən. Bəli. Dediyinə görə 7.000-30.000 arasında qüvvələri vardı. 90-cı illərdə döyüşüb burada. Ölənlər 60, ən gənci 47 yaşında və 63 yaşında olanlar idi. Yəni, o keçmiş terroristlər idilər. Göz, onlar da nəzərdən çıxmış qüvvə kimi görünürlər və sonra Ermənistanda bir miting olanda o mitingdə bir tələblərdən biri bu oldu. Həmin o terrorçu təşkilatı qorunmurlar və dövlət sahib çıxmır. Onlara qəmxarlıq elədilər ki, günün birində dinç mitinglər olanda hərbi qol olaraq da onlar bunlara dəstək versinlər. Yəni, belə hazırlıqlar olduğunu Paşinyan bilir ki, günün birində bu terror təşkilatı mitingçilərlə bir yerdə, revanşistlərlə bir yerdə üstünə gələ bilərlər. O daxildəki qoşununun özünün kimə daha çox sadiq olduğundan çox əmin deyil. O mənada qərbdən tələm-tələsik o qüvvələri bura gətirmək istəyir. Sabahları revanşistlər və yaxud da Ermənistanda olan Rusiya bazasındakı hərbiçilər mundirini dəyişib başqa ad altında Paşinyana qarşı gedə bilərlər. Onun qarşısında kim dayanmalıdır? Qüvvə gətirir. Məncə, o bütün bunlar ona hesablanıbdır. O bölgələri boşaltmaqla bağlı məsələdə yenə onu imitasiya edirlər. Azərbaycandan hücum gözlənir. O qədər real hücum gözlənilir ki, biz hətta burada kətləri boşaldırıq. Bunu eləməkdə nə var ki, sabahda 5-10 dənə bizə qarşı məlumat atandan sonra biz də onlara konfet atmayacaq ki, biz də yəqin ki, onların ateş açan nöqtələrini susturacaq. Bunlar da deyəcək, baxın, görürüz, biz sizə deyirdik ki, belə bir məsələ vardı və onlar bizi vurdular, biz də əhalini çatmışdıq və qərb dövlətlərində çağırırıq. Sonra ateşi saxlayacaqdılar ki, Azərbaycanda çox Azərbaycan özündən çıxmasınlar ki, dərinliklərinə vurmasın. Nəticə olaraqdan qərb dövlətlərinin qüvvəsini alandan sonra o təxribatlar səngiyəcəkdir. Böyük mənada məncə bunu düşünürlər onlar. Yoxsa Azərbaycana qarşı ciddi hücum falan. O başqa məsələdir ki, biz zəif davransaq, bizi zəif görsələr və imkanlar olarsa, o bəzi yüksəkliklər ki, biz çox ciddi yüksəkliklərə götürmüşük, nəzarət edirik. Hətta siz dediyiniz o istiqamətdə, xüsusən Qafan istiqamətində biz gözlə, vizual olaraq görünən bir çox şəhərləri, kəndləri, yolları, aeroportların hətta nəzərdə saxlayıq. Onlar çalışarlar ki, o yüksəkliklərdə götürsünlər. Biz ayıq-sayıq olmalıyıq, döyüşə hazır olmalıyıq təbii ki. Və Rusiyada bu məsələlərdə altyapıda indiki hakimiyyətli olmasa belə perspektivdə hakimiyyətə gələnlərlə alveri, sövdələşməsi ola bilər. Siz dediyiniz o variant ki, KTMT adı altında Rusiyanın məsələləri müdaxiləsi falanı, o ikinci B paketi olaraqdan onlar tərəfindən açıla bilər. Şərtlər sürətlə inkişaf edə bilər. Paşinyan kənarlaşdırılır, ikinci qüvvələr gəlir və o mexanizm də işə düşür. Biz bütün variantlara təbii ki, hazır olmalıyıq. Amma indiki şərtlərlə, indiki hakimiyyətin bizə qarşı o total müharibə eləmə imkanlarının olmadığını bir daha nəzərə tutmalıyıq. Fəzlan, diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan hər dəfə təxribatların daha çox Tovuz, Zəngilan, Kəlbəcər istiqamətini həyata keçirir. Amma bu dəfə, yəni dünən axşam və bugün səhər Naxçıvan istiqamətində belə bir təxribatlar həyata keçirildi. Niyə məhz Naxçıvandan belə bir təxribatlara cəhd göstərdi? Baxın, mən o məsələdən bağlı olaraqdan bayaq biraz müəyyən qədər məsələyə toxundum. Burada
digər ərazilərdə sərhəddə delimitasiya olunmuyub, demarkasiya olunmuyub. Və Azərbaycan kəndləri də işğal altındadır. Bu istiqamətlərdə onlar atəş açanda Azərbaycanın vurduğu zərbələri Azərbaycan tərəf BMT nizamnaməsinin müvafiq müddəaları ilə, özünü müdafiə haqqı ilə yerinə yetirmiş olur. Və legitim haqqı olur. Və Ermənistan Azərbaycanı şərləmək imkanında olmur. Azərbaycan deyə bilər ki, günü bu gün Azərbaycan hücum eləyib, o 4 kəndi götürə bilər. Ərazim işğal olunub, azad edirəm. Dinç yolunu eləmədin, mən bunu götürürəm, deyə bilər. Buna qarşı Ermənistan ağalar da bir söz deyə bilməzlər. Amma Naxçıvanda sərhədlər müəyyəndir. Naxçıvanda Qarabağ məsələsindən bağlı olaraq heç bir bağlılığı yoxdur. Burada Azərbaycanı qıcıqlandırıb, Azərbaycan əgər buradan Ermənistan ərazisinə girərsə, vurarsa falan, onda bunlar əlində belə əsas olur ki, bunun heç bir şey aidiyyatı yox idi, nə Qazax kəndlərinin aidiyyatı var idi, nə Qarabağ ətrafındakı ərazilər aidiyyatı yoxdur, nə sərhədlərin delimitasiyasında Azərbaycan bizim Ermənistana hücum elədi. Yəni Azərbaycanın sırf təmiz ləkələmə imkanları burada daha çoxdur. Ona görə Naxçıvan ərazisindən bu məsələləri cəlb eləmişdilər. Orada da oraya yığır deyəsən qoşun. Məsələnin bir böyük tərəfi də başqa bir məsələ də ola bilər. Burada əgər elə bu məsələlər davamlı olarsa, bunun altında başqa bir böyük, ciddi başqa bir layihə ola bilər. Bu Türkiyəni işə qatmaq məsələsi ola bilər. Məsələn, Türkiyə əgər orada gərginlik yaranarsa, siz bayaq dediyiniz kimi KTMT-yə başqası işə qarışandan sonra Türkiyə-Azərbaycan arasında Şuşa bəyannaməsi vardı. Yəni birimizə olan hücum, digərimizə olan hücum kimi səslənir deyən Türkiyə işə qarışa bilər. Üstəliklə Naxçıvanın Kars və Moskva müqavilələrinə görə müddəa var orada ki, Naxçıvan 3-cü dövlətin protektorluğundan verilərsə və hətta müdaxilə olsa, Türkiyənin müdaxilə imkanı var. Hələ bu Şuşa bəyannamasının qoyun-qırağa 20-ci il Moskva Kars müqaviləsindən danışıram mən. Burada əgər bir problem olarsa və Naxçıvana qarşı belə Azərbaycanı qıcıqlandırandan sonra Ermənistan və KTBT müdaxilə etsə, Türkiyə prosesi qarışa bilərsə, bu artıq Türkiyə-Rusiya arasında ziddiyyətin döyüş meydana daşıması olar. Qərb, Fransa, başqa dövlətlər Rusiya-Türkiyə münasibətlərinin sağlam qalmasına maraqlı deyirlər. Yəni son zamanlar ki, dəfələrlə cəhd ediblər Türkiyə-Rusiya münasibətlərini pozmağa. Xatırlayırsınız, məşhur təyyarə məsələsi oldu, vuruldu təyyarəsi, səfir məsələsi oldu. Başqa formada müəyyən məsələdlər İdlibdə ya Suriya arasında, İraqda o müəyyən yerlərin vurulması məsələləri falan oldu. Bütün bunlarda amma Rusiyanın, Türkiyənin belə bir dənə anlaşması var, belə deyək ki. Bir çox sahələrdə razılaşmırlar. Məsələn, Türkiyə Ukrayna ərazi bütövlüyünü tanıyır, yardımını da eləyir, hətta silah-sursat da satır. Krımı tanıyır Ukrayna ərazisi kimi. Başqa məsələlərdə alverin eləyir, ticarət edir, sanksiyalara qoşulmur. Yəni, nə mümkünsə onu eləyirik, nə mümkün deyilsə o mani olan element kimi, kənarda qoyuruq kimi belə bir yanaşma var. İndi böyük dövlətlər daha çox Rusiyanı, məsəl üçün, Qafqazlarda savaşı çəkmək, Ukraynada, məsələn, yüngülləşdirmək üçün, ikinci cəbhə məsələsi. Türkiyəni əgər burada Rusiya qarşı münasibətləri tam qaçıya bilərlərsə, ziddiyyət yarada bilərlərsə, çox böyük uluş ola bilər. Oyunun içində dərin mənada bu projeni düşünənlər əgər çox dərin bir məsələlər düşünürlərsə, bunun özü də ola bilər. Amma hesab edirəm ki, bu məsələ təbii ki, Türkiyə-Rusiya arasında, Türkiyə-Ermənistan arasında, Azərbaycan-Ermənistan arasında mütləq şəkildə arxa qapı diplomatiyasında və yaxud da altyapıda komisyonlar şəklində danışılır bu məsələlər ki, biz ki, necə təhlil edirik, onları təhlil edirlər. Hesab edirəm ki, o baş tutmaya bilər. Amma böyük oyun quranlar məncə bu elementi də nəzərə ala bilərlər. Dəfələrlə müəyyən beynəlxalq təşkilatların nümayəndə, eləcə də Paşinyanın özü, Alyan Simyonyan və digərləri də Azərbaycanın bu 7 kəndi var ki, Qazax kəndləri Azərbaycanın ərazidə olduğunu bəyan ediblər. Hətta 4 kəndin qaytarılması ilə bağlı sənədləşmə işlərinin həyata keçirildiyini qeyd edirlər. Amma bunun fonunda, məsəl üçün, Paşinyan Seryon Ohanyan kimi o uşaq qatilinin o kəndlərə gedib orada əhalinin müqavimətə, əsgərləri Azərbaycanla döyüşə səsləməsi nəyə işarədir? Bir yandan Paşinyan belə deyir, digər tərəfdənsə orada bir revanşist qüvvələrin bir əl-qol açması imkanına yaradır. Ermənistan daxilində təbii ki, ziddiyyətlər vardır, bu aydın məsələdir.
və Ermənistanda hakimiyyətə gələndə hakimiyyət dəyişiklikləri ancaq Qarabağ kartı üzərindən olmuşdu həmişə. İndi də Qarabağ məsələsi bitibdir deyə Ermənistan-Azərbaycan münasibətləri üzərindən bunu eləməyə çalışırlar. Yəni, ermənilərin utopik xəyalları ki, suya düşübdür. Bu erməni cəmiyyətinin duyğularını istismar eləməklə, bayaq dediniz 24 apreldə hücum məsələn, Böyük Ermənistan yolunda Paşinyan güzəştlər edir, biz isə torpaqları verməməkdə iddialıyıq kimi onu qoyurlar da qarşı tərəf müxalifət. Onlar çalışırlar ki, həm cəmiyyəti qazansınlar müəyyən qədər, həm də Paşinyana əks qüvvət kimi görsənib Rusiyanın dəstəyini almaq istəyirlər bunlar. Hakimiyyət dəyişikliyindən maraqlıdırlar. Hətta bir yerə qədər Paşinyanı sıxdılar ki, Paşinyan hətta istefa vermək qərarına belə gəlirdi. Sonra dedi ki, yox, mən mübarizəmi davam etdirəcəm, mən təslim olmayacağam. Mənim təslim olmağım Ermənistan dövlətçiliyi maraqlarına uyğun deyil. Yəqin ki, ona da əks tərəf dedi ki, təminatlarını verdi ki, narahat olma, biz sənin burada təhlükəsizliyi təmin edəcəyik. Yəni, Ohanyan timsalında, arxasında Rusiya kimi qüvvələr, Paşinyan timsalında da qərb qüvvələri əslində döyüşdülər. Kimin qüvvəsi iş başında olsun, kimin dünya görüşü iş başında olsun. O, sadə erməni anlayır, başa düşür ki, məsələn, orada nə baş verir. Sonra Paşinyan gedir, deyir ki, bu dörtkət bizim deyil, Azərbaycandır. Verməsək, savaşla alacaqdılar. İstəyirsiniz verməyək. Savaşsız, savaşaq. Ermənilər də qorxurlar, savaşmırlar. Bu ermənilər dişinə vurub bilir. Ermənistan sülh istəyir. Onlar da deyirlər, yox, biz savaşmırıq, uşaqlarımızı savaşa göndərmirik. Azərbaycanlısı vermək lazımdır. O da xəritəni belə maketi də əlində göstərir Ermənistan maketi ki, bizə aidiyyəti yoxdur buna. Hayır, gedir o maketi də özünlə aparır. Özünlə aparır, göstərir onları. Ermənilər erməni xarakterini bilir, ictimaiyyət cəmiyyəti ona görə arxasına ala bilir. Yəni, erməni cəmiyyətə başa düşür ki, Paşinyanın alternativi olan adam müharibə faktordur. O müharibəni gətirəcək ortaya. Döyüşmək istəyir. Ona görə nə səs verirlər, nə o mitiklərə kütləvi şəkildə gedirlər. İndi bu açılımlarda ki, Ermənistan qoymurlar açılımlar eləsinlər. Rusiyanın özü hələ maraqlı deyil ki, müəyyən ki, Zəngəzur dəhlizi açılsın. Qərb də maraqlı deyil. İki mənada bunlar düşünürlər. Birinci, qərb düşünür ki, indi bura açılarsa 10 noyabr sazişinə görə nəzarəti Rusiya eləməlidir, Rusiya FSB. Qoy Paşinyan Rusiyanı çıxmağa çalışır, qoy çıxasın buradan. Sərhədçilər çıxasın, geçsin, Zvatosdan başlayıblar, amma məqsəd sərhədçiləri çatmaqdır, FSB-ni buradan çıxarmaqdır. Çıxandan sonra nəzarət Ermənistan adı altında bizdə olsun ki, bizi artıq dəvət edib bura, mülki missiyadan, sonra da sərhədlərdəyik, hərbi missiyanın, bura mənim kontrolumda olsun. Birazdan açılar. Rusiya da deyir birazdan açılsın. Niyə birazdan açılsın? Paşinyan dönəmində açılmasın. Paşinyan dönəmindən keçəndən sonra açılsın, mənim kontrolumda açılsın. Mən burada olum, birinci mənim kontrolumda açılsın. İkinci də ki, indi bura açılarsa Ermənistan çiçəklənər. Ermənistan iqtisadi cəhətdən vəziyyəti çox yaxşılaşar. Və açılım olandan sonra, sülh olandan sonra Rus, Azərbaycanla, Türkiyənin münasibətə sağlamlaşandan sonra Ermənistanda sosial vəziyyət yaxşılaşacaqsa, Paşinyan cəmiyyəti tam mənasında arxasına alacaqdır. Sosial vəziyyət yaxşılaşandan sonra orada artıq daxili qüvvələri Paşinyana qarşı qoymaq mümkün olmayacaq. Ona görə indi orada sosial vəziyyətin yaxşılaşmasını istəmir. Amma bunu indi sual çıxa bilər ki, Rusiyanın imkanları var ki, sosial vəziyyəti pisləşdirsin. Niyə elə bilir? Məsəl üçün, bütün enerji qaynaqları bunun əlindədir, qaz satır falan, qiymətləri qaldıra bilər, iqtisadiyyatı bunun əlindədir. Hətta atom elektrik stansiyası bunun Rus atomun nəzarətindədir. Dəmir yolu bunun əmlakıdır, borcu var. Ermənistan, Rusiya bunu verir onun istismarına. Bütün başqa məsələlərdə Ermənistanın ixrac olan məhsulları Rusiya alır və s. Amma niyə bunlarını eləmir? Ermənistan əhalisini yanına almaq istəyir. O, əgər sabah qazı qaldırsa, Paşinyan'a şüar verəcəkdir. Görsən Rusiyanı, KTMT olaraq bizə kömək eləmirdi. İndi iqtisadi cəhətdən bizi boğur. Amma bunlar nə xətti yürüdürlər? Bunlar sizə onu göstərsinlər ki, Paşinyan təkcə Rusiyanın düşməni deyil. Erməni xalqının da düşmənidir. Biz ona güzəştlər eləyirik, biz sizə qaz ucuz veririk, yeməyici veririk falan falan falan. Bu isə bizdən qırılmaq istəyir. O istəyir ki, Paşinyana qarşı eləyə biləcək məsələlərdə xalqın əli ilə, xalqı göstərərək onun arxasından bir işlər görsün. O, yəni belə böyük bir mürəkkəb bir oyun gedir, belə bir mürəkkəb vəziyyət yararatdı. Ona görə mən hesab edirəm ki, bu yaxın zamanlarda təbii ki,
İndi o sərhədlərdə təxribatın olması falan öz yerində. Rusiyanın açıq meydanda artıq bu məsələlər həll olmaq mərhələsinə girəcəkdir. Əgər bu 5-i görüşündən sonra da mən inanmıram bir pakt imzalansın, çünki geri çəkildilər. Əvvəl deyirlər ki, Ermənistanın təhlükəsizlik məsələsi orada müzakirə olunacaq. İndi isə deyirlər iqtisadi məsələlər, islahatlar, demokratiya məsələləri müzakirə olunacaq. Amma hər halda qapı arxasında, arxa qapıda Ermənistanın təhlükəsizlik məsələləri bağlı hərbi məsələdə müzakirə olunacaqdır. Rusiya görsə ki, artıq o hərbçilər də girir, NATO ayağını bura qoyur, burada bunun məsələləri kəsilir. Son addımlarını, o nə qüvvələri varsa özünün içəridə, proksi qüvvələri, özü o bazalardan çıxıb hücum eləməyəcək. Çıxsa da öz bunun dilində çıxmaz. Yəni ki, işə salacaqdır. Vəziyyət bu qədər gərgin. Yəni, Ermənistanın daxilində olacaqdır məsələ. Bunun bizə aidiyyəti yoxdur. Biz sərhədlərimizi saxlamağı bacarmalıyıq. Qurulan oyunlara daxil olmalı deyilik. Xüsusən Naxçıvan arasında məsələlər olmalı. Yəni, Türkiyədə münasibəti olacaqdır Naxçıvan'a. Bizim o 4 kəndimizdə də hal-hazırki o kətlərə, ümumiyyətlə, o Qazan 7 kəndinə, ordumuzun daxil olmasına nəsə mani olur? Əslində mani olmur. Amma Azərbaycan düşünür ki, dinc yoldan bir şey həll etmək mümkündürsə, bir əsgərimizin belə itirilməsinə ehtiyac yoxdur. Biz bunu dinc yolla əlləyirik. Söhbət bundan gedir. Və böyük oyunlar üçün görürüz ki, bizi çəkirlər ki, müəyyən provokasiyalara. Biz bilirik ki, bu bizim yerimizdir, ərazimizdir, biz ona giririk. Evet. Amma bunu bəhanə edib bizə qarşı yenidən sanksiyalar, yenidən üstümüzə gəlməklər, yenidən başqa bir şeylər çıxarmaq istəyirlərsə, biz onu hələlik saxlayırıq. Amma o bizim haqqımızdır, hüququmuzdur. Bir dövrə, bir yerə qədər yəni biz səbr edə bilərik ki, əvvəla bizim Ermənistan deyir ki, iki tərəfdə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Tanıyırsansa ərazi bütövlüyümü kətlərindən çıxmalısın. İkinci, tarixi yanaşmalar qoysan da bura bilirsən Azərbaycan ərazisidir. Üçüncü, özün deyirsən ki, Azərbaycan ərazisi 86,5 min kvadrat kilometrdir. Mənim də ərazim 29 tam neçə min kvadrat kilometrdir. Bu kətlərdə mənim deyil. Deyirsə çıxmalısın. Sonra müəyyən o noyabr bəyanatı vardı. Orada ərazidən çıxardan ərazide olması var. Bu vasitələr, dinc vasitələr əgər bitmirsə, daha doğrusu həll eləmirsə məsələni, hərbi yola əl atmaq olar. Amma bu o məqama təsadüf edir ki, biz sülh müqaviləsi bağlamaq ərəfəsindəyik. Yəni istənilən bizim ora müdaxiləmiz, hətta itkimiz olmasa belə, sülh müqaviləsini özünü də gecikdirmək. Qarşı tərəf imkan verir ki, sülh müqaviləsi geciksin. Bir orada toqquşma oldusa, təbii ki, uzanacaqdır. Biz bunun uzanmasına maraqlı deyilik. İstəyirik ki, sülh müqaviləsi olsun. Ona görə o sizin sualınızı yekunlaşdırım ki, bizim ora girməyimiz heç də mane olmur. Amma müəyyən qədər yumuşaq variantla və sülh müqaviləsinin uzanmasına mane olmayan variantlarla bunu əldə etmək mümkündürsə, onu seçirik seçim qarşısında. O bizim həmişə əlimizdə olan kartımızdır. İstənilən vaxt istifadə edə bilərik. Bir məlumata rast gəldim ki, Azərbaycan Qızıl Hazırı və Xeyrimliyə, yəni ordumuz, yəni Qazaxa daha yaxın olduğuna görə bu kəndlərə yaxın bir günlərdə daxil olacaq ordumuz. Əgər 2 kəndə daxil olursa, digər kəndlər niyə kənarda qalmalıdır ki? İndi bunu biz burada fərziyyələrimizi, təhlillərimizi deyə bilərik. Amma Azərbaycan Milli Təhlükəsizlik Xidməti, Azərbaycan digər müvafiq orqanları, diplomatiyası və hərb sistemi təbii ki, bunu oturub işləyiblər müəyyən A variantı, B variantını. Bunlar detaldır. Yəni, prinsip etibarından nə cür olacaqdır, hansı addım atılacaqdır bu. Sonuc olaraqdan Azərbaycan üçün bir məsələni biz qeyd edə bilərik ki, Azərbaycan özünün suverenliyinin bütün ərazisində təmin olunmasına nöqtəni qoyacaq. Kimsə bizim hər hansı bir ərazimizdə suverenliyimizə mane ola bilməz. Zaten müstəqillik haqqında belə bir müddət var ki, Azərbaycanın suverenliyi şəksizdir və bütün ərazisinə şamil olunur. Bu prinsipi detal olaraq, form olaraq, şəkil olaraq nə cür Azərbaycan dövləti şəkilləndirəcəkdir? Artıq müvafiq strukturların işidir. Onu biz iki kənd deyirik, belə olacaqdır, filan kəs deyirik filan. Bu artıq bizim fərziyyələrimiz ola bilər. Bunu peşəkar səviyyədə müvafiq strukturlar işləyəcəkdir təbii ki. Tamaşaçıların sizə sualları var. Buyurun. Məsələn, mən Zahid Vətənoğlu sizi salamlayır. Aleyküm salam. Yazır ki, Tacikistan KTM-dən çıxa bilərmi? Buna münasibət öyrənmək istəyir. Tacikistan niyə? Mənə biraz yəqin o baş verən o terror hadisəsindən sonra Rusiya cəmiyyətində Tacikistana qarşı böyük bir
tənqidlər var, iradlar var. Yəni ola bilər bundan qaynaqlansın. Rusiyanın bu məsələdə bir bəhanə elib KTBT-dən kimisə çıxartmaq istəyi olmur ki, o istəyir ki, KTBT-də daha çox dövlətlər olsun. Tacikləri Rusiyadan çıxarırlar başqa, cəzalandırırlar başqa. Amma o hadisənin özünün axı kökündə tamam başqa şeylər dayana bilər. Məsələn, baş vermiş o hadisənin içində Rusiya izi daha çoxdur. Məsələn, bunu Rusiya bəzən deyirlər ki, Putinin özü eləyibdir. Putin eləməyibdir, mən düşüncəmdə. Amma Rusiyadan eləyibdilər. Çünki Rusiyanın özündə vəziyyəti dəyişmək üçün bir neçə məsələ düşünülürdü. 5 məsələ xüsusən düşünülürdü. Biri o idi ki, Rusiyanın vəziyyətini dəyişmək üçün orada olan millətçilər etiraz edəcəkdilər və xalqında qaldıracaqlar ki, belə olmaz. İkinci düşünürdülər ki, asaylı xalqlar ki, narazı olacaq, sosial vəziyyətdə pisləşəcəkdir, daxildən artıq etirazlar başlayacaq. Xahiş, suallar çoxdur. Başqa bir versiya da Kremlin özündə hakimiyyət uğrunda savaşanların Putini dəyişmək üçün addım atacağı düşünürdü. Böyük ehtimalla Rusiyada o qüvvə bunu edibdir və Putin onu ki, dərhal tapdırdı onlar ki, tapın və səbəbkar tapın. Onlar səbəbi izah eləməyəcək heç kimi. Ukrayna üstünə yıxmağa çalışacaqlar, amma özləri biləcəklər ki, bunu eləyən, məsələn, Rusiyanın Xarici İşlər Naziri, Daxili İşlər Naziri falan. Bilirsiniz? Yəni, burada söhbət nədən gedir? Tacikistan məsələsi burada, Tacikistanın KTBT-dən çıxarılması Rusiyanın gündəmində olan məsələ ola bilməz. Onlar daha çox başqa ölkələrin hətta daxil olmasıdır. Tacikistan özü istəyərmi belə? Tacikistan özü təbii ki, tədricən bu dövlətlərin hamısı KTBT-dən, zaten ölü doğulan KTBT-dən, MDB-dən gedəcəklər. Və mən hesab edirəm ki, onlar da bu məsələni o bölgələrdə bərkitmək üçün Tacikistanın başqa dövlətlərin toqquşması falan modelləri də işə salacaqdır. Fikrət Cəfərov adında bir tamaşasının yazdığı rəy mənə biraz təəccübləndirdi. Yazdır ki, Fərəz Quliyevdən soruşun görək o Zəngəzur Azərbaycan torpağı hesab edirmi? Bunu hamı Azərbaycan torpağı hesab edir. Yəni, mən bunu dəfələrlə bildirmişəm. Bu, mənim subyektiv fikrim deyil ki, zaten Qərbi Azərbaycan özü bütövlükdə Azərbaycan torpaqlarıdır və əslində o bağlanan müqavilənin belə qüvvəsi yoxdur. Hətta xatırlayırsınızsa, Paşinyan belə hətta dedi ki, Ermənistanın özünün kadastr sənədləri belə yoxdur. Ermənistanın özünün kadastr sənədləri yoxdur. Heç bir torpaqla bağlı olar. Sizdə müqavilə var idi ki, biz İrəvanı o şəhətdən verilmişdik ki, ermənilərə, orada olan Azərbaycanlılara toxunmasınlar. Toxunarsa qüvvədən düşür müqavilə. Buna istinad edib belə, onu ləğv eləmirlər. Zəngəzurla bağlısa, Zəngəzur 20-ci ildə verilibdir. Amma onun mehri hissəsi 29-cu ildə verilibdir, sonradan verilibdir və 69-cu ildən sonra da təsdiq edilibdir Moskva tərəfindən. Ona görə mən təbii ki, düşünürəm bizim üçün ədalətli status quo, tarixi coğrafi arasında bütöv Azərbaycandır və mən sənədlərə istinad edəndə də mütləq 20-ci ilə qədər ki, xəritələrə istinad eləməyi dəfələrlə bildirmişəm. Zaten Azərbaycan müstəqillik aktında da göstərilibdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və o ərazinin varisidirsə, biz imkan düşdükcə tarixdə onun sahmana salmağa bacarmalıyıq. Günlük siyasətdə nə ortaya çıxır, nə cür manevr edir, başqa məsələ, strateji baxımdan biz öz tarixi torpaqlarımızı mütləq şəkildə əldə eləməliyik. Sağ olun. Tərani İbrahimov adında bir tamaşaçımız sizi salamlayır. Aleyküm salam. Təhmaşıq Novruzov isə sizə sual olmalıdır. Buyurun. Yazdır ki, Fəraz müəllim, Qərblə Fars Molla rejimi arasında düşmənçilik münasibətinin olması barədə görüntü yaratmağa çalışırlar. Bu görüntü hansı geosiyasi məqsədlərə xidmət edir? Təmazib bəy salamlayıram və əslində təbii ki, mən razılaşdım ki, məhz görüntü yaratmaq istəyirlər. Əslində İranla qərb dövlətləri oynayırlar və ortaq oyun oynayırlar, xüsusən Fransa bu məsələlərdə. İranın uzun müddət nəfəsliyi açıbdılar. İrana sanksiyalar tətbiq edəndə yaxalarını qərb dövlətləri yaxasını kənər çəkmişdi. Bu zaten görünürdü. Amerika sanksiya tətbiq edirdi, amma qərb dövlətləri bunu əməl eləmirdilər. Bunlar ortadadır. Son vaxtlarda baş verən hadisələrdə də göründüyü qədər bir oyun oynanılır. Amma böyük projelərdə hətta artıq ortaya çıxdı ki, Omanda Amerikanın İran danışıq olmuşdu. O danışıqdan sonra İranın bağlanmış vəsaitləri 5 milyard bir, 6 milyardda bir geri qaytarıldı, İrana verildi. Koreya banklarında olan pulları verildi.
Və çox maraqlıdır ki, bundan sonra Suriyada, İraqda, başqa yerlərdə Amerika bazalarına İran hücumları səngiməyə başladı. Və məhz o pullar veriləndən sonra Qəzzada hadisələr baş verdi və orada İrana bağlı qüvvələr meydana girdilər. Meydana girdilər və onların sıradan çıxarması üçün bir model imiş. Bu artıq onları əzillər. Amerikanlar dönənə qədər Suriya ərazisində, Misir ərazisində girib əməliyyat aparmağa icazə vermirdilər ki, İsrailə etiraz edirdilər, amma dünən bəyanat verdilər ki, biz etiraz eləmirik. Gidib orada da Həması bitirmək lazımdır, amma müəyyən şərtlər daxil edilmək lazımdır. Yəni, oynayırlar bəzi məsələlər, razılaşmış şəkildə hərəkət edirlər və bütün bunların içərisində İranın maşa dövlət olduğu üzə çıxacaqdır. Yəni, İran bölgədə, indi siz görürsünüz, İran ciddi cəhddən deyirdi ki, Azərbaycan İraq tutur. Dünən də bir bəyanat verdi onların deputatlarının birisi ki, İranın Suriyada konsulluğunu vurubdular. Biz heç aidiyyatı yoxdur. İran deputatı durub deyir ki, İsraili cəzalandırmaq lazımdır ki, uzaq yox, Azərbaycanda İsrailin diplomatik nümayəndəliyini vurmaq lazımdır. Və bunlar xəstədirlər. Bunlar həmişə deyirlər ki, Azərbaycana, bölgəyə, başqa dövlətlər daxil olmasın, uzaq dövlətlər gəlməsin. Ermənistan Fransanı çağırıbdır, müşahidəçilər orada. Almanlar orada, Amerikanlar orada, təlimlər ki, bir kəlmə Ermənistana söz demir. Yəni, bunlar düşülmüş şəkildə türk düşmənləri ilə ortaq davranırlar. Fransanla da ona görə ortaq davranırlar. Azərbaycana, türk dünyasına düşmən olan başqalarına da ortaq davranırlar. İranın seçimi Ermənistanın qaraqoş gözünə vurmaq deyil. Ermənistan Azərbaycana türk dünyası qarşı olan bir element, layihə olduğu üçün ondan bir yerdədirlər. Sabahları Türkiyə-Azərbaycan Ermənistan açılımları olarsa, İran tamamilə fərqli mövqe nümayiş etdirir. Ona görə İrandan xoş bir şey gözləmək mümkün deyil. Şeytanla da əməkdaşlıq eləyər Azərbaycana və Türkiyə qarşı. Fəriz müəllim, siz də qeyd edildiniz ki, o Əmmaməli Mollanın yetirməsi olan bir Fars Molla rejimin deputatı İsrailin Azərbaycandakı səfirliyin vurulmasının vacibliyini rəsmi. Bunu ciddiyə almaq lazımdır. Təbii ki, eyni zamanda vurmaq biraz raket nəzərlə bu biraz çətin məsələdir. Amma o ola bilərmi ki, hansısa bir terror aktları həyata keçirilsin? Təbii elə bir şey nəzərdə. İrəli gəlir də bu terror belə bir hallar. Təbii ki, o cür vurmaq nəzərdə tuturlar da bunlar. Yəni, indi ölkəmizə raket atmayacaqlar, güllə atmayacaqlar, atarlar, cavab alırlar da o cür məsələ. Bunlar təbii ki, terroru nəzərdə tuturlar. Zaten bunlar belə məsələlərdə peşəkardırlar da. Azərbaycan səfirliyinə hücum eləmədilər, açıq-açıq. Yəni, bu günə qədər də o cinayətkar edam olunmuyubdur. Sözləyin yoxdur orada. Bizim səfirlikdə əməkdaşımızı öldürdülər. Və bir neçə dəfə də cəhd eləmişdilər burada. İsrail səfirliyinə, İsraildən olan vətəndaşları öldürmək üçün terror hadisələri törətmək. Azərbaycan hüquq mühafizə orqanları onun qarşısını almışdı. Bu 90-cı illərdən bu günə qədər dəfələrlə baş verən hadisələrdir, biləsiz yəni. Mən xatırlayıram, 93-cü ildə də eyni hadisəni eləmişlər. Son anda onun qarşısı alındı. Sonra dəfələrlə cəhd ediblər, Azərbaycan hakimiyyət tərəfindən bunun qarşısı peşəkarlarına alınıbdır. İndi də ona açıq bir çağırış varsa, bu adam parlamentaridir. Sıradan bir adam deyil. Deyil və orada da seçki, demokratik seçki yoxdur, ardınca təsadüfən gəlsin orada, seçilsin orada. 1000 dənə süzgətdən keçib gəlib düşürlər ora. O, bu ifadənin arxasında böyük bir təhdid vardır. Ona görə Azərbaycanda olan İrana bağlı qüvvələr, özəklər, hücrələr zərərsizləşdirilməsində davam olunmalıdır ki, Azərbaycan Milli Təhlükəsizlik Xidməti bunu çox peşəkarlıqla uzun müddətdə eləyir. Müxtəlif dövlətlərin casus şəbəkələrini ifşa eləyir, o ocaqları söndürür. Bundan sonra da hesab edirəm ki, daha ayıq-sayıq şəkildə eləmək lazımdır. İndi siz yəqin ki, məlumatınız var. Bir Azərbaycanlı bir qadını, onlar xüsusi xidmət orqanlarıdır. Yəni, etirlat və digərləri ələ almaq istəyiblər və onlardan istifadə ediblər. Həmin o qadın ifşa edildi. Azərbaycan hüquq mühafizə orqanları tərəfindən həbs olundu. Təbii, hər yerə atırlar da. Yəni, mən xatırlayıram ki, 44 gün müharibədə hətta Hüseyniyyə adlı bir təşkilatın üzvlərinin qadınları belə bizim şəhidlərin qəbirləri üzərine göndərmişlər. Orada onlar nitq edirdilər. Azərbaycan dövlətdən qarşı insanları qaldırmağa çalışırdılar. Yəni, artıq bunlar hər şeydən istifadə edirlər. Xanımlardan istifadə edirlər, uşaqlardan istifadə edirlər. Ona görə Azərbaycan dövlətinə bağlı olmayan, Azərbaycan dövlətinə qarşı olan o hücrələr ki vardı, İranın burada uzun müddət şəbəkə yaradıbdır, işləyibdir uzun müddət ki. Hələ onlar tam qaşınıb belə, kökü qaşınmayıbdır. Məncə onların kökü qaşımaq lazımdır. Yəni Azərbaycan tərəfi ehtiyatlı davranmalıdır. Əhali də bu məsələdə hüquq mühafizə orqanlarına
ciddi şəkildə dəstək verməlidir. Bu Hüseyniyyə adını çəkdiniz, o bilirsiniz ki, o təşkilatın əsasında üzvləri və Azərbaycanda cinayət törədib, o Farsmolla rejimi nəzarət etdiyi torpaqlara qaçan o cinayətkarlardır. Onların da baxırsan formalarına, elə əmmaməli mollalar ki, əbalar geyinirlər, başlarına çalma qoyurlar və belə çox belə hüccəli, iddialı fikirlər səsləndirirlər. Niyə həmin o təşkilatın üzvlərini Azərbaycana təhvil vermir? Yadınızdadırsa, Azərbaycan dəfələrlə bu Farsmolla rejiminin ərazilərində cinayət törədib Azərbaycana qaçmış cinayətkarlar Azərbaycan qarşılıqlı hüquqi əməkdaşlıq haqqında müqavilənin tələblərini uyğun olaraq rəsmi Tehrana təhvil verib. Niyə bu Farsmolla rejimi həmin o Hüseyniyyə təşkilatının cinayətkar üzvlərini, hansı ki onlar Azərbaycanlıdırlar, cinayətkarlar, ona Azərbaycana təhvil vermirlər? Bunlar özləri düşünmüş şəkildə aparıb qumda adamlar hazırlayırdılar uzun müddət. Və Azərbaycana gətirib müxtəlif yerləri, hətta bəzi məscidlərə belə gətirib imam kimi yerləşdirirdilər. Şükürlə Azərbaycan özünün artıq dini universiteti vardı, İslam universiteti vardı, özümüzün məzunlarımız vardı. Və o adamları danışdıranda məlum olurdu ki, onlar dindən çox müəyyən kamplarda hərbi məsələlər öyrənirlər, partlayıcı maddələr düzəltmək, təxribatlar eləmək falan falan. Nə bilim, Azərbaycan qarşı kütləvi şəkildə bu hazırlıq gedibdir həmişə. Və Azərbaycan tərəfindən İrana siyahılar verilib. Kimlər təhvil vermirlər açıq şəkildə. Yəni doğrudan əgər səmimi şəkildə sən əməkdaşlıq etmək istəsə, terrorizmə qarşı mübarizədə ortaq davranmaq istəyirsənsə və cinayətkarı da biz istəyirsə, niyə vermirsən? Bu onu göstərir ki, bunlar bir institutlaşmış siyasətləri vardı. Azərbaycana qarşı olan hər kəsi nəinki təhvil verməyəcəkdilər, himayələrində saxlayacaqdılar, hazırlayacaqlar və Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar. Onlar da onu gözləməyə belə dəyməz. Mən məsələn təəccüblənmirəm onları verməyəndə. Necə hesab edirsiniz? Bu Farsmolla rejiminin əlaltılarının Azərbaycanda dayaqları varmı və onların sayı çoxdur, azdır? Əlbəttə vardı, görürsünüz. Məsələn, mən elə fürsətdən istifadə edib əhaliyə də müraciət eləmişəm. Son vaxtlar baxıram televiziyada falan narkotiklərin Azərbaycana ötürülməsi, İran tərəfindən kütləvi şəkildə az qala tonlarla narkotik artıq ötürülür. Düşüb bilirsiniz ən üstündə. O xüsusən 44 günlük müharibədə Azərbaycan gəncinin performansını gördü İran tərəfi. Və gördü ki, bu vətənpərvər gəncliyi olan bir dövlətdən başqa dildə danışmaq mümkün deyil. O gəncləri məhv eləmək istəyirlər, sıradan çıxmaq istəyirlər. Bilirsiniz, o narkotika elə belə bir şey deyil. İranın dövlət siyasəti Azərbaycana qarşı. O qədər çəkidə narkotikanı bura necə gətirirlər, kim gətirir, kim ötürür? Yəni, bunu mən ona görə qeyd edirəm ki, Azərbaycanda o şəbəkələr hər şeylə, həm də bununla məşğuldurlar. Mən hüquq mühafizə orqanlarına təşəkkür edirəm ki, belə qarşısını alırlar, tuturlar falan. Daha da ciddi şəkildə bu məsələdə əl-qol çırmalamaq lazım. Bu çox bizim yaralı yerimizdir. Bütün gəncliyimizi məhv edirlər bu vasitələ. Buna dözülməz bir hadisədir və buna ən amansız mübarizə aparmaq lazımdır. Şəbəkələrə gəldiyində siz dediniz, Azərbaycan insanlarını o ələ almaqla, müxtəlif kişilikləndirməklə, bəzilərin duyğularını istismar eləməklə və din amilindən istifadə edirlər onlar. Daha çox, məsələn, Rusiya burada elə bilmədiyini İran elə bilir. Niyə? Din amilindən istifadə edir. Cəhalətdən istifadə edir. Ona görə mən hesab edirəm ki, dini verilişlərin göstərilməsi, maarifləndirmə işlə aparılması, bayaq verilişlərdənsə o dinin əsl sifətini göstərmək, bu məsələləri təbliğ eləmək çox vacib şərtdir. Şəbəkələr, mən sizin o sualınızın yekunlaşdırım ki, o şəbəkələr mövcuddur təbii ki, zəifləsə də və o narkotikanda elə belə demədim, təhcə təbliğat aparmırlar. Real olaraqdan onlar narkotika istifadəsi məşğul olurlar, ictimai siyasi adamlara terrorlarla məşğul olurlar. İndi çağırış edirlər ki, İsrailin diplomatlara terror olsun. Yəni bunlar hər üsula, silaha, narkotika, təbliğata, dövlətin o kökünü baltalamaq üçün bütün imkanlardan istifadə etməyə çalışırlar. Ona görə barışmaz şəkildə bütün istiqamətlərdə bunların o şəbəkələrini çökdürmək və hamısını təbii ki, həbs eləmək lazım. Haqlısınız, Fərəz müəllim. Görünən ondan ibarətdir ki, bu narkotikanın ixrac edilməsi Farsmolla rejiminin bir siyasətidir, dövlət siyasətidir. Yəni onlar rəhbərlik edir. Bilirsiniz də, Farsmolla rejiminin ərazilərində vətəndaşları 200 qram narkotikanı çəkdiyinə və yaxud da satdığına görə onları krandan asırlar. Amma
bir neçə kisə ilə Azərbaycana gətiriləndə və onun haqqında cinayət işi qaldırılıb, həbs olunandan sonra ona Fars Molla rejiminə təhvil verilirlər. Sərhəddə Fars Molla rejimini həmin o vətəndaşlarını azadlığa dərhal azad edirlər. Dərhal azad edirlər. Doğru. Yəni bu o deməkdir ki, bunlar Burada belə deyirlər də, şərhə ehtiyac varmı burada? Bu onu göstərir ki, bu dövlət siyasətidir. Ölkə daxilində eləmə bunu, zərərli bir şeydir. 1 qramı belə eləsən, asaram səni. Amma tonlarla apar Azərbaycana zəhərli insanlar deməkdir. Dövlət siyasətidir. Qaytaran kimi insanları azad edilir. Tamamilə doğru. Deyilənə görə bunlar belə Fars Molla rejiminin əmmaməli mollalardır, xüsusilə imtiyazlı mollalar. Məsələn, bölüblər narkotikadan kimlər hansı istiqamətdə deməli istifadə edib və bundan gəlir əldə etmək. Milyardlarla dollar əldə edirlər və həmin milyardları da terrorun maliyyələşdirilməsinə və yaxud da terror hadisələrinin törədilməsinə xərcləyirlər. Müxtəlif mənbələrdə, müxtəlif medialarda bu haqda yazılar da gedibdir. İran ilə yerdə yerləşir ki, o Əfqanistandan başqa yerlərdən o narkotranzit yolları ondan keçirək, həm Avropaya, həm Azərbaycana, həm Türkiyəyə keçirməyə çalışırlar. Amma ən çox burada o pul qazanmaq öz yerindəki, pul qazanırlar, müxtəlif terror təşkilatlarını maliyyələşdirilər. Bu başqa, amma xüsusən Azərbaycana narkotikanın ötürülməsində məqsədləri pul qazanmaq deyil. Azərbaycan gəncliyini, Azərbaycan insanı sıradan çatmaqdır. Ona görə Azərbaycanın bütün ailələr, bizi dinləyəcək adamlar, mənim çıxışıma diqqət eləyən adamlardan xahiş edirəm ki, çevrəsində bildirsin. Bu məsələdə əl-ələ verib bunun qarşısını almaq üçün hər kəs əlindən gələn eləməlidir. Bir tamaşaçımız yazıb ki, metroda Fransa vətəndaşı terror aktı törətməyə cəhd etdi. Bu həqiqətdirmi? Yadınızdadır, bir dənə də Fransa vətəndaşı var idi, sahibkar. O da cəsusluq, Fransa cəsusluğu etdiyinə görə həbs olunmuş. İndi daha bir Fransa vətəndaşı... Mən belə bir şey oxudum ki, mediada Fransa vətəndaşı metroda avadanlığı sıradan çatdığına görə həbs olundu. O Yeni Zelandiya, Avstriya vətəndaşları idi. Başqa bir dəqiq məlumatım yoxdur, bilmirəm. Yəni bu təsadüf ola bilməz. Rəqəmləri cəmiyyətdə bu müzakirə edilirsə və... Ola bilər, amma mən məlumatsız olduğum məsələ haqqında şərh vermək istəmirəm. Bu Bəhlul adında bir tamaşaçımız yazır ki, sizi salamlayır daha doğrusu, təşəkkür edir. Tərənnə İbrahimova yazır ki, Fərəz müəllim, quru yollar nə zaman açılacaq? Valla bunun Nazirlər Kabineti müəyyənləşdirir. Sual edir ki, quru yollar bağlıdır və narkotacirlər o narkotikanı hansı yolla gətirirlər Azərbaycana? Quru yolların əvvəl açılmağı Nazirlər Kabinetindən açıldı və mən hesab edirəm ki, indiki durumda daha çox bu bölgədə gərgin vəziyyət, terror hadisələri, ona görə Azərbaycan tərəfinin biraz ehtiyatlı davranması anlayışla qarşılanmalıdır. Amma o quru yolun açıq bağlı olması narkoticarətə aidiyyatı yoxdur ki, onlar gizli yollarla sərhəddən keçirirlər, çalışırlar müəyyən vasitələ aldatmaq, tamojdan keçirmək ki, tuturlar falan. İndi bunlar ən çox Azərbaycan sərhədlərindən, boşluqdan istifadə edib keçirməyə çalışırlar və Azərbaycan tərəfdə bunun qarşısını alır. Dənizdən keçirirlər, nə bilim, hava, müxtəlif yollardan keçirirlər də ölkə. Bunun, yəni quru sərhədlər bağlıdır, necə gəlir məsələsi. Bu normal mal deyil ki, açıq şəkildə bir yerdən gəlsin və bunun o sərhədlərdən də açıq bəyan eləsinlər ki, falan malı gətirik. Bunlar gizli şəkildə müxtəlif üsullarda istifadə edirlər. Fakt onun ibarətdir ki, Azərbaycan hüquq mühafizə orqanları bəyan edir ki, filan vaxt, filan qədər falan kəsdən tutduq və İran vətəndaşı ilə əlbir olub oradan aldı, İrandan gəldi falan. Ona görə biz əsaslı şəkildə bir məsələdir, fikrimizi bildiririk. Bu əsassız bir şey deyil. Nədir yadıma düşdü? Bir qədər əvvəl bu Fars Molla rejiminin deputatlarından biri də, Hüseyin adında bir deputat da bəyan eləmişdi ki, əgər Azərbaycan Zəngəzura qoşun yerisi, o zaman Fars Molla rejimini Ermənistana dəstək göstərməlidir. Belə bir hal yaşana bilərmi? İndi baxın, Ermənistan son vaxtlar nə ilə məşğuldur? İran. Ermənistanla bir oyunlar olur. Birinci gətirib qafanda bir dənə konsulluq qurubdur. O taxtadan düzəldirlər, bir kimi otaqlar. Bir dənə konsulluq qurubdur. Bu da görür ki, fransızlar, başqalar da bura ordu gətirə bilərlər. Zaten bu, məsələn, İran sanksiyaları altındadır. Ermənistan tərəfi, bilirsiniz, Rusiyanın bir kart növü vardı, mir idi deyəsən, ödəmə vasitəsinin. Onun istifadəsini dayandırdılar. İranın Ermənistanda bir bankı var. O bankda
Gərək ki, Şebat adlı ödəmə sistemindən istifadə edib, miri əvəzləyibdilər. Yəni, bu bank həm Ermənistan, həm də Rusiyanın əməkdaşlığı eləyir. Onun yerini alıbdılar. Yəni, nə olursa olsun, bu Rusiyanın əməkdaşlığı İran bir formada eləyir və Ermənistandan da pulların o formada getməsin, gəlməsin, bu formada təmin eləyir. İndi bu məsələyə niyə uzaqdan mən biraz yanaşdım? Son vaxtlar ki, İran tərəfdən ki, haykü salırlar ki, o deputatın ki, səsküyü var deyə ki, bölgəyə nə bilim, İsrail belə elədi. Hətta belə bir dənə bəyanat vermişlər onlar ki, İsrailin Zəncilanda dinləmə qurğuları var. İran tərəf bunu bildirir. O elə belə demir onu. Məsələn, o da öz hərbi qüvvələrini sabah qafana, başqa yerə salmaq üçün alibi düzəltmək istəyir. İsrailin Zəncilanda dinləmə qurğuları vardı. Əvvəl də demişdi, Zəncilanda İsrailin hərbiçiləri vardı, qüvvələri vardı. Azərbaycan prezidenti oraya gedəndə göstərmişdi bu düzənliklər ki, harada kim var, burada boş yerdir, yandırmışsınız, hamısını dağıtmışsınız, söküb aparmışsınız, İranlılar söküb apardı, hamısını İran tərəfi. Bir şey yoxdur axı burada. Yəni, onu bir daha səsləndirməklə qafanda, Ermənistanda bunlar da bir hərbi kontingent yerləşdirmək iddiasındadırlar. Bir müddət əvvəl xatırlayırsınızsa, bu məsələlər var idi ki, İran tərəfi hərbi kontingent yerləşdirmək istəyirdi Ermənistanda. İndi bu məsələni hallandırmağına, yenidən o məsələyə qayıtma haqqında düşüncələri ola bilər. Ona görə siz deyirsiniz, o taxta binanı qoy bura. Əsas o taxtadan nədən olması ibarət deyil. Ayağını qoy bura. Ayağını qoy bura. Orada da hərbi qüvvəsini yerləşdirmək və oradan da müəyyən məsələlərə təsir eləmək. Zəngəzur dəhlizi məsələsinə də oradan mane olmaq imkanlarını da təbii ki artıracaq. Zəngəzur dəhlizinin açılmasında da İran maraqlı deyil. Çünki onun ərazisindən keçən yoldan minlərlə tır keçirsə, Avropa tırları, Türkiyə tırları falan pul alır. O buradan Zəngəzur yolundan keçməsində təbii ki maraqlı deyil. Azərbaycan indi düzdür, oradan körpü atıbdır ki, əgər Zəngəzur dəhlizini yubasılar, hələlik buradan olsun, amma yükün miqdarının çox olmasından o haçaq formasında həm Zəngəzur, həm də İrandan keçmə məsələsi düşünürlər. Amma İran düşünür ki, Zəngəzur açılarsa, İranda malların keçməsi az olacaqdır. O mənada Zəngəzur dəhlizində daha bir maneçilik olaraqdan kontingentin oraya yerləşdirməsində də maraqlı olaraqdan o bəyanatların arxasında bizə o durur. Ki, İsrail Zəncilanda dinləmə qurğuları qurub İranı dinləyir. Onun qüvvələri vardı. İsrail səfirliyini vurun falan. Onun arxasında məhz Ermənistanda yerləşmək üçün alibi yaratmaq məsələsi var. Yerləşə bilərmi? Qısa deyim. Hesab eləmirəm. Çünki orada artıq qərb dövlətləri ki, öz missiyasını gətiribdilər. Onlar, hətta bayaq o Mir kartının Şəbatla əvəzlənməsi, orada pul dövriyyəsi, Rusiyanın sanksiyalardan qurtulmasında Ermənistan hətta özünə qulaq burma veriləcəyini ayın 5-də düşünürəm ki, deyəcəklər ki, Rusiyanla oynama. Onlar İranın da orada həmin bölgəyə buraxmaq məsələsində Ermənistana qəti şəkildə təbii ki, təlimatını verəcəklər və ora buraxmayacaqlar, mən hesab edirəm ki. Bu Təranə xanım yazır ki, onların dərdi, avadanlıqları sıradan çıxarmaq deyildi. Ölkəmizin təhlükəsizliyinin necə qorunduğunu bilmək olub. Yəni, metroya daxil olub avadanlıqların sıradan çıxarılması. Fransızların, mən o vaxtda dedim. Avstriya, yəni Yeni Zelanda vətəndaşlarının o metroya daxil olub avadanlıqları sıradan çıxarmışlar. Bəli, mən onu oxudum ki, avadanlıqlar sıradan çıxıblar, həbs olublar onlar bu qədər. Yəqin bu xanım da deyir ki, əsas məqsədlər o avadanlıqları sıradan çıxarmaq olmayıb da. Onlar öyrənmək istəyirdilər ki, görürsən Azərbaycanda təhlükəsizlik hansı. Ola bilər, təbii. Bu deməkdir ki, həmin o şəxslərə birbaşa o xüsusi xidmət orqanlarından bağlıdır. Yəni, bağlı olmasa, ümumiyyətlə, onlar hər hansı bir dinc bir vətəndaş bir başqa ölkə gedib metron sökməz ki, təbii ki, təlimatla gəlib ora. Məqsədli şəkildə bunu eləyir ki, bu ağılsız adam ya ruhi xəstə olmalıdır, onu ölkədən buraxmazlar, viza verməzəcəz. Ağlı başında olan adam da gəlib bu işi görməkdə, mən təlimatla görmüşüm. Əlbəttə yoxlayırlar. Müəyyən məsələlərdə hüquq mühafizə orqanları sağlığını yoxlamaq üçün müxtəlif testlər edirlər. Ola bilər, bu da bir test olsun, ola bilər. Görünən ondan ibarətdir ki, elə Avropanın qaranlıq dairələri, eləcə də Fars Molla rejimi Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi bu möhtəşəm qələbədən çox narahat olublar və uğurlarının davamlı xarakter olduğundan da
narahatlar. Buna görə də müxtəlif vasitələrdən istifadə edirlər. Bu aydındır. Amma bizim xaricdə də elə bir qüvvələr var ki, Azərbaycanlıdırlar, sap özümüzdən olan baltalar deyilir o şəxslər. Azərbaycana qarşı hədyanlar səsləndirir, ittihamlar gəlişdirirlər. Bu da o fikri yarada bilirmi ki, həmin o xaricdəki antimilli ünsürlər birbaşa elə bayaq dedik o metroda daxil olub avadanlıqları sıradan çıxarıb xüsusi xidmət orqanlarına bağlı. Elə onlar da elə hansısa ölkənin xüsusi xidmət orqanlarına bağlı olduğunu demək olar. Sualınızın birinci hissəsində Azərbaycan güclənməsindən narahat olma məsələsi vardır ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına daxil olaraq da məhvərində Türk-Azərbaycan olaq. Ciddi bir güc mərkəzinin artıq üzvüdür. Bu güc mərkəzinin mövcud olmasında maraqlı deyirlər. Çünki dünyanı bölənlər, yeni dünya siyasətini quranlar, ortaya həyata keçirənlər bunu gözləmirlər, belə bir güc mərkəzi ortaya çıxacaqlar. Onlar bir qütblü bir dünya qurmaq istəyirdilər, ikincini Rusiyadan sıradan çıxmaq istəyirdilər, bir də buradan çıxdı və çox güclü bir his çıxdı. Heartland deyilən, dünyanın qəlbi deyilən bölgəni tutan Türk zolağı və burada bir ciddi bir güc ünsürü ortaya çıxdı. Ona görə hər cür mane olmağa çalışacaqdılar. Qaldı ki, ona qarşı aparılan mübarizədə özümüzün, deyək ki, bizim köynəyimizdən çıxıb gedib xaricdə yaşayanları nəzərdə tuturam. Baltanın sapı kimi istifadə olunması təbii ki, ürəyarıcı məsələdir də. Amma baxırsan, üz üstə tamaşaçılarda ifadəni işlədəcəm, zatı qırıqdırlar da. Birisinin anası ermənidir, birisinin nənəsi ermənidir, birisinin falan. Azərbaycana bağlı olan bir insan gedib xaricdə oturub öz evinə qarşı mübarizə apararmı? Bizim diasporadan gözləntilərimiz var. Heç Azərbaycanda doğulmayıb, xaricdə doğulub Azərbaycan kökənlidirlər və onlardan Azərbaycana dəstək istəyir və onlar da eləyirlər. Minlərlə Azərbaycanlı Amerikada, Avropada yaşayırlar və Azərbaycana kömək edirlər, dəstək verirlər, təbliğatdan aparırlar, Azərbaycan düşmənlərinə ifşa edirlər. Amma bizim burada Azərbaycanda doğulmuşsan sən və sən hansısa dünya görüşün kimləsə uyğun gəlmir, kimləsə ziddiyyətin vardır, nəsə, hansısa siyasət ola bilər sənin heç xoşuna gəlməsin. Bu hakimiyyət başqa şeydir, sən hakimiyyətdən xoşun gəlməyə bilər. Dövlət bu evdir, bizim hamımızındır. Hakimiyyət menecerdir də, qısa müddətdə bunu idarə eləyəndir. Sən ona görə öz evinə, öz ailənə qarşı mübarizə aparsan və gedirsən orada, gedib otururlar orada, bir sürü adlarla bütün cəmiyyət bilir də bunları. Söylürlər mənim. Gedirlər, orada Avropa təsisatlarında da onların Avropa Şurası olsun, başqaları olsun, iclasları açıq o kimsə gedir oturur da. Gedirlər orada çıxış edirlər, vərqə paylayırlar, Azərbaycan gözdən salırlar. Biri var ki, bunu erməni eləsin. O, qarşıdakı subyekt, daha doğrusu qarşıda dayanan obyekt başa düşür ki, bu ermənidir da, bu düşmən xoş söz deməz. Bir də var ki, bunu Azərbaycanı özü eləyən də, o inandırıcı olur da. Ki, bunu özləri bunu deyirlər. Ona görə insan haqlarla bağlı, başqa məsələlərlə bağlı xeyli dərəcədə üstümüzə gəlir. Ona görə mən təbii ki, bunu həmişə qınamışam, bugün də qınayıram. Həmişə çağırışamışam, bugün də çağırışıram ki, bu vətənə xəyanətdir bu cür olmalı. Fikir vermişəm, Ermənistan mətbuatını, eləcə sosial şəbəkələri, telegram səhifələri, həmin o sapı özümüzdən olan ünsürlərin Azərbaycan dövləti, bizim rəsmi şəxslər haqqında, atributlarımız haqqında təhqirlərini, ittihamlarını ardıcıl olaraq həvəsli şəkildə tirajlayırlar. Yəni, bu da o anlamı yaradır ki, onlar bəzən agentura şəbəkəsi hansı yaratmağa da ehtiyac yoxdur. Elə birbaşa onlar elə müəyyən bütün güc və qüvvələrlə... Agentura şəbəkəsi gizli fəaliyyət göstərəndir. Bunlar gizli göstərmə, belə bundan biraz irəli gedir. Açıq şəkildə Azərbaycana qarşı tərəfdən döyüşür. Bu döyüşmənin buynuz olmur ki, Azərbaycan nüfuzuna xələl gətirəsənsən. Bir var ki, Qarabağdan könüllü çıxıb gedən bir erməni geçsin bir söz desin ki, insan hüquqları qovdular. Adama deyirlər ki, çəkiliş var da, sən özün çıxmısan. Bir də var ki, bir Azərbaycanlı özü gedir orada fərqli bir mövqedən çıxış edir. O inandırıcı olur axında. Ona görə mən cəmiyyətin təbii ki, bu məsələləri bilirəm ki, qınağı vardı belə adamlara. Amma bir də çağırış edirəm ki, öz evini, öz vətənini, öz ailəsini ayaq altına vermək ən sonuncu adamın işi ola belə olmaz yəni. Fəraz müəllim, mən sizə təşəkkür edirəm. Çox sağ olun. Sizinlə bütün hər zaman verilişlərimiz çox maraqlı olur. Bu verilişdə maraqlı verilişlərdən biri oldu. Tamaşaçılarımıza da bir təşəkkür borcumuz var.